Bu dodaq qələmləri hər hanımda olmalıdır. Vivienne Sabo albalı ilə olan seriyası məndə olan 01 nömrədir. Bu qələmin rəngi sırf mənim dodaqlarım rəngindədir və əgər siz dodaqlarınızı 1 mm böyük etmək istəyirsinizsə, o zaman bu qələmdən istifadə edə bilərsiniz. Həm də çox qalıcıdır, qiyməti də normaldır. Əlbəttə ki, Miss Thais 765 nömrəm. Bunun qiyməti hardasa 3 manatdır və çox böyük idi. Hələ istifadə etmişəm. Bu mənim üçün ideal qəhvəyi rəngdir. Demək olar ki, bütün dodaq boyalarımla istifadə edə bilirəm. Nə çox soyuq, nə də çox narıncı. Orada başqa gözəl rənglər də var. Bu qələm biraz qurudur, amma mənim üçün normaldır. Mən dodaq boyası kimi yox, sırf kontur kimi istifadə edirəm. Bu MAC-dır, sor rəngi. Çox bəyənirəm bu rəngi. Bu da biraz qurudur. Amma çox yox. Bu qələmi dodaq boyası kimi istifadə edəndə rəfiqələrim mənə kompliment edirdi və deyirdi ki, mənə belə rənglər yaraşır. Buna oxşayan dodaq boyası da var məndə, amma superdir. Bu Flamaster dodaq qələmidir. Hal-hazırda dodaqlarımda olan budur. Bunu iHerb-dan sifariş etmişəm. Palladio markasındandır. Başqa rənglər də vardı. Məndə nude qəhvəyidir. Bundan əncir iyi gəlir. Çox qalıcıdır və çox qəşəngdir. Maraqlı bir məhsuldur. Belə qəşəng nude rəngi var. Bu qələmi də bu videoda göstərmək istədim, amma əslində bundan heç xoşum gəlmədi. Məşhur Charlotte Tilbury'nin Iconic Nude qələmidir. Sırf bu rəng çox məşhurdur, viraldır internetdə, amma nəsə bundan xoşum gəlmədi. Adi qəhvəyi rəngdir, yəni 44 manata dəyməz. Heç məndə mini boydur, amma tam boyu internetdə görmüşəm. Bu plastilin kimi yayılır. Bəlkə məndə olan belədir, bəlkə köhnədir, bilmirəm. Mənim bəxtim gətirməyib, amma təzədir. Yəni mən bunu açandan belə idi. Heç xoşuma gəlmədi. Bu da gel teksturalıdır, Vivienne Sabo kimi. Amma Vivienne Sabo qəşəng yayılır. Bu isə plastilin kimi. Bunu sizə göstərmək üçün açıram. Bu məndə stokdaydı əslində, çünki açıq qələmlərim çoxdur. Bunu artıq ikinci dəfə də alıram. Vivienne Sabo'dur. Bu da amma başqa seriyasıdır. Jolis. Fransız dilindədir. Özümü biabır eləməyim, ən yaxşısı mən fransız dilini bilmirəm. 103 nömrə. Bunu MAC-ın müadili kimi almışdım. Rəngi biraz fərqlənir, düzdür. Amma bunun da çox gözəl rəngi var. Dodaqda biraz fərqlənir MAC-dan. Burada da görə bilərsiniz, amma oxşayır. Bunun keyfiyyəti əladır. Biraz qurudur, amma çox yox. Kontur kimi mükəmməl. Dodaq boyası kimi də istifadə etmək olar. Bu qədər, bəs siz hansı dodaq qələmlərini tövsiyə edirsiniz? Şərhlərdə mütləq yazın.